Hə, dəyərli dostlar, gəldik çatdıq növbəti problemli xəritəyə sahib olan əqrəb bürclərinə. İndi izah eləyəcəm niyə. Əqrəb, yəni günəşi əqrəbə düşənlər, ay əqrəbə düşənlər, yüksələn əqrəb olanlar, yəni əqrəblər. Baxın, sizdə məsələ Plutonun dalıcan gedir. Ümumiyyətlə hər bir insanın xəritəsində Pluton düşdüyü evə və düşdüyü bürcə, yəni düşdüyü bürcün mənaları üzərindən həmin o evdə dağıntılar yaradır. Və Pluton hansı evin sahibidirsə, o evin belə deyək dağıntılarını o evdə yaşadır. Əgər Pluton dəyişməkdir, dəyişilməkdir. Pluton kəpənəkdir, baramadır, toxuyur özünü, kəpənək çıxır ortadan. Yəni bunu sən reallaşdırmalısan, sən dəyişməlisən. Bu həyatda asan heç nə yoxdur. Asan olmayan heç bir şey mükafata layiq deyil. Mən indi Azərbaycan dilində danışıram. Sən də Azərbaycan dilində danışırsan, yazırsan, pozursan, oxuyursan. Bu sənin üçün indi asandır. Bunu sən də təbii bu rutin halını alıb. Amma bunu öyrənmək nə dərəcədə çətin olub? Adi bir qidanı çeynəmək nə dərəcədə çətin olub? Biz neçə dəfə boğazımıza qaçıb o, öskürmüşük, öcümüşük, kürəyimizdən vurublar, sinəmizdən vurublar, başlağı eləyiblər. Bu nə qədər olub? Nə qədər biz qalxmışıq, yıxılmışıq, qalxmışıq, yıxılmışıq. Yəni bir şeyi bir dəfə cəhd eləyib alındırmama. O şey o elə deyil. Ona görə sən dəyişməlisən və dəyişkənliyi sən müşahidə eləməlisən ki, hansı tərəfdən gəlir, oradan dəyişdirməlisən özünü. Yoldaşlar elə məsləhət istəyirlər. Qardaş, məsləhət sən özün otur bir özünü analiz elə də. Bir yaz, poz. Gör bugün dünən kim olmuşsan, bugün kimsən, sabah nə ola biləcəksən və dünya dəyişir. Dünyada bütün struktur dəyişir. Mən o kanalı o yerə aparıb çıxarmaq istəyirəm ki, bu bütün dəyişkənliklərdən biz danışaq. İqtisadiyyatı, siyasi yolları, osu-busunu. İkinci evin Oxatandır. Oxatan, bax, əqrəblər o barədə biraz, yəni materialist olanda biraz çox zəngin bir materialistə çevrilə bilirlər. Bill Gates əqrəb olmalıdır, səhv eləməmsə. Yəni gedib böyük maqnat olub. Oxatan düşdüyü evi genişləndirə bilir. Yupiterdir sahibi. Sözsüz ki, sənin Yupiterində xəritədə önəmlidir. Oğlaq 3-cü ev. Misal üçün əqrəblər adi ünsiyyətdə soyuq kimi görsənirlər. Soyuq görsənirlər. Niyə? 3-cü evlər oğlaqdır. Yəni onlar oğlaqla dil tapa bilirlər. Oğlaqlar da hardasa aşağı yuxarı o cür olurlar. Yəni biraz soyuq, necə deyərlər, ünsiyyətə açıq olurlar. Sözsüz burada Merkurin də adamın şəxsi xəritəsində çox önəmlidir. Çünki nitqi Merkuri görsədir. Əqrəblər 3-cü ev oğlaq olması barəsində gec danışa da bilərlər və ya gec yeriyə də bilərlər. Yəni bu mənalarda özündə cəmləşdirə bilər. Və ya oğlaqın axırı dərəcələrinə düşə anası oğlaq olar. Və ya anası dolça olar. 4-cü ev dolçadır. Yəni dolça bürcündə olar. Və ya dolça xarakterində olar. Nə bilim, belə bir şey olar. Balıq 5-ci evdir. Əqrəblər misal üçün övlad mövzularına qarşı biraz nisbətən daha digər bürclərdən daha, necə deyim, mənəviyyatlı, humanist ola bilərlər. Çünki balıqlar onu göstərir. Bu da gəlib 5-ci evə düşüb. Yəni balıqlar bürcündə övlad da verə bilər. Sonra 6-cı ev qoçdur. Əqrəblər daha çox digər bürclərdən əməliyyata məruz qala bilərlər. Çünki 6-cı ev təbii olaraq qoçdur. Qoç 6-cı ev mənaları üzərindən ancaq kəsib doğramaqdır. Ya adam özü oxuyar, olar həkim, kəsib doğrayar gündəlik. Nə bilim, həmişə qeyd elədiyim kimi. Plastik estetik cərrah olar. Bu dəqiqə dolu da olsa saxtakarlar, onlar heç. Onlar da bir dərddir. Buğa 7-ci evdir və buğa və yəni buğanın sahibi Venera 12-ci evdir. Yəni evlilik, ortaqlıq, şəriklik mövzularda və 12-ci ev mənalarda. Yəni 12-ci ev illa xarici ölkə deyil, makan olaraq xarici ölkədir, dəlixanadır, həbsxanadır və s. belə. Amma misal üçün yaşayış olaraq misal üçün yuxu formasıdır və ya alt şuurdur, bilinc altıdır.
Yəni bu mövzular əqrəblərdə Veneranın xəritədəki vəziyyətindən asılıdır. Yəni Veneran hardadır və kimlərlə nə kontaktı var, hansı bucaqlar altındadır. Bu önəmlidir. Yəni sənin evlilik, şəriklik, partnyorluq evində sahibi, bilinci altında sahibi. Yəni ola bilər Veneran zədəlidir, partnyor dəyişirsən və partnyor dəyişə-dəyişə bilinc altında dağılır. Və ya daha çox şəhvətli olursan, nə bilim. Əkizlər 8-ci evin sahibidir və 11-ci evin sahibidir. Burada da bir yaxşı ev mövzusu var, bir necə deyərlər, problemli ev mövzusu var. Burada da Merkurinin olduğu nöqtə önəmlidir. Yəni 8-ci ev səni misal üçün gedərsən, oxuyarsan, bayaq dediyim kimi olarsan cərrah, əkizlər. Gedərsən, kəsərsən, biçərsən. Və bu sənə qız bürcündə bir dostlar verər, bir auditoriya verər, qız bürcü dostlar, misal üçün həkimlər. 6-12 əksidir də. Yəni bunlar hamısı zəncirvarı bir-birinə bağlı deyə təzə gələn yoldaşlar var. Mənim köhnə videolarımı izləyin, dərs videolarımı, planetləri, misal üçün evləri mütləq izləyin. Yəni sən öz xəritəvi, mən istəyirəm ki, sən öyrənəsən öz xəritəvi və gedən proseslərdən biləsən ki, sənin üçün hansı saatın gəlib çatdığı görsədir. Astrologiya 12 dənə saatdan ibarətdir. Başa düşdüm. Biraz başqa mövzular da qatacağam mən buraya yavaş-yavaş. Yəni sevgi nədir, ego nədir, istək nədir, arzu nədir, ümid nədir? Yəni bunlar astroloji nədir? Bu dəqiqə hansı proseslər gedir? Sadəcə biraz təfəkkürümüzü qaldıraq. Yəni burada çoban yastığı falına çevirməyəcəm mən. Ən uğurlu bürclər, ən uğursuz günlər, nə bilim, nələr zətlər. Burada elə şey yoxdur. Onu axtaranlar burada onu tapmayacaqlar. Ona görə ehtiyatlı ol. Yəni xəritəyə bax, Merkuri hardadır, kimlə nə söz-söhbət var. Bu sənə hansı evi, hansı nə cür reallaşdırmağı variantlarını göstərə bilər. Xərçəng 9-cu evdir. Yəni 9-cu evin mənaları zaten aydın məsələdir. Yəni bu import-export işləridir, xarici bir mədəniyyətdir və s. və axırdır. Bunun yəni artıq ayın olduğu yer insanın o mövzulara nə qədər açıq olduğunu göstərir. Amma bir əqrəb o işi görsə, ikinci evi də reallaşdıracaq. Çünki ikinci ev təbii olaraq import-export işidir, o xatandır. Yəni o onu genişləndirə biləcək. Şir 10-cu evdir. Əqrəblər ata ilə biraz soyuqluq yaşaya bilərlər və ya atalar diktator ola bilər. Və ya atalar nüfuzlu şəxs ola bilər. Yəni şirdir, egosal bir xarakterdir. Ata həm və şərq astrologiyasına görə ata evi 10-cu evdir. Qərb astrologiyasına görə 5-ci evdir. Şirdir və bu orada, yəni ikisi də şir, yəni diktator atanı çox görsədir. Əqrəblərdə olur belə bir şey. Hökmdar ata və ya məsəl üçün o tipli tanınmış bir ata ola bilər, nə bilim. O belə bir xarakteri ortalığa çıxarda bilər. 11-ci evə düşə bilər. Və ya bir çox hissəsi 11-ci evə düşə bilər. Təbii olaraq atadan soyuqluğu göstərə bilər. Biraz atadan yəni egosal olaraq atadan bağlılığın qopduğunu göstərə bilər. Ola bilər atası sağdır və ya dünyadan gedib, fərqi yoxdur. 11-i də izah elədik, qız bürcünü və ya 12-ni də tərəzini də izah elədik, dəyərli dostlar. Qəşəng samballı sualları, o qaçdı, bu tutdu, nə bilim, filan kəsə nə oldu? Bura ora deyil də, xahiş eləyirəm. Dəyişimli dünyada öz yolunuzu tapın.